Salam əziz izləyicilər, mən Fatimə Əzizova, tarix və coğrafiya müəllimi. Bugün sizlərə Azərbaycan ərazisi 3-7-ci əsrlərdə mövzularını izah edəcəm. Təbii ki, kitabda bu 3 mövzu şəklində verilib, amma mən hamısını qısaldıb sadəcə bir mövzunun içərisində izah edəcəm. Gəlin keçək dərsimizin izahına. Deməli, baxaq görək Azərbaycanda öncəliklə vəziyyət necədir? Azərbaycan ərazisində əvvəllər iki dövlət var idi, Atropatena və Albaniya. Atropatena dövləti eramızın 20-ci illərində Parfiya dövləti tərəfindən süquta uğradıldı və həmin Parfiya dövlətinin süqutuna qədər onun tərkibində qalmışdır. Albaniya dövləti isə öz müstəqilliyini saxlamış, Roma ilə münasibətlər saxlamış və Romadan asılı olmuşdur. Eramızın 1-ci əsrində isə Albaniyada Alban Arşakiləri sülaləsi hakimiyyətdə olmuşdur. Bu Arşaki sülaləsi bizim eranın 510-cu ilinə qədər hakimiyyətdə qalacaqdır. İndi gəlin keçək dərsimizə. Təbii ki, Sasani dövlətindən danışacağıq. Öncəliklə Sasani dövlətinin ərazisini öyrənək. Bu dövlət şimalda Qafqaz dağları, cənubda İran körfəzi, şərqdə Hindistana qədər, qərbdə isə Aralıq dənizinə qədər olduqca geniş bir ərazini əhatə edən dövlət olmuşdur. Bəs necə yaranmışdır? 3-cü əsrdə Parfiya dövləti artıq daxili çəkişmələr və sair səbəbdən süquta yaxınlaşırdı və deməli, bu arada izah edəndə həm Alban Arşaki, həm də Sasani hökmdarlarını yazacağam və bu şəkildə lövhə biraz qarışıq görünə bilər, amma izah etdikcə başa düşəcəksiniz. Sasani dövlətinin qurucusu Ərdəşir Babəkandır. Ərdəşir Babəkan Parfiya dövlətini süquta uğradıb və bizim eranın 226-cı ilində Sasani dövlətinin əsasını qoymuşdur. Sasani dövlətinin paytaxtı Ktisifon şəhəridir və Ərdəşir Babəkan dövləti yaratdıqdan sonra 227-ci ildə, baxın, Atropatenanı deyil, Atropatena ərazisini işğal etmişdir. Deməli, 227-ci ildə Atropatena ərazisini işğal etmişdir. Bəs 3-cü əsrin əvvəllərində Albaniyada vəziyyət necə idi? Dediyimiz kimi Roma ilə yaxın idi. 1-ci əsrdən Albaniyada Arşakilər sülaləsi hakimiyyətdə idi. Bu sülalənin ən görkəmli nümayəndələrindən biri isə 1-ci Mömin Vaçaqandır. 1-ci Mömin Vaçaqan 3-cü əsrdə Albaniyanı mərkəzləşdirilmiş bir dövlətə çevirmişdir. Deməli, 3-cü əsrdə 1-ci Mömin Vaçaqan nə etmişdir? Mərkəzləşmiş bir dövlətə çevirmişdir Albaniya ərazisini. İndi isə keçək növbəti Sasani və Alban hökmdarından. Sasani hökmdarı olaraq 1-ci Şapuru görürük. 1-ci Şapurun fəaliyyətindən sadəcə onu qeyd edəcəyik ki, Roma ilə müharibə aparmışdır. Nə üçün Roma ilə müharibə aparıb? Çünki Albaniya ərazisi Romaya aiddir və onun qərbdə ən böyük rəqibi də güclü dövlət olan Romadır. 3-cü əsrin 60-cı illəri Roma ilə Sasani arasında müharibələr baş verir. Bu döyüşlərdə Sasanilər qalib gəlir və çox keçmədən həmin illərdə, yəni 60-cı illərdə Albaniyanı işğal edir və Albaniya artıq qatılır Sasani dövlətinin tərkibinə. Fəqət Atropatenadan fərqli olaraq daxili müstəqilliyi var və Alban Arşaki sülaləsi tərəfindən idarə olunur. Deməli, 1-ci Vaçenin dövründə, 3-cü əsrin 60-cı illərində Albaniya dövləti Sasanilərin tərkibinə qatılmışdır. Nə zaman yenə qeyd edək? 3-cü əsrin, əslində 262-ci ildir də. 3-cü əsrin 60-cı illəri. Qatıldı Sasani imperiyasının tərkibinə. Deməli, bizim 3-cü əsrdə danışacağımız əsas məqamlar bunlar idi. Bir də 3-cü əsrdə qeyd edəcəyik maniçilik. Maniçilik nədir? Bu 3-cü əsrdə Sasanidə formalaşmış bir təlim kimi, bir qarşıdurma kimi düşünə bilərik. Yəni, manilik hərəkatı idi. Manilik hərəkatı onu müdafiə edirdi ki, hər bir kəs bərabər olmalıdır. Fəqət bunun mənfi cəhəti ondan ibarət idi ki, onlar dinc yolla mübarizə aparırdılar. Yəni, hər hansı bir döyüş, müharibə, üsyanla deyil. Dinc yolla, yəni sadəcə söz olaraq bərabərlik istəyirdilər və təbii ki də buna nail olmayacaqdılar. Nəysə, 3-cü əsrdə bir də maniçilik qeyd etdik. İndi isə keçirik 4-cü əsrdə baş verən hadisələrə. 4-cü əsrdə biz
Sasani hökmdarı daha doğrusu Sasani hökmdarı 2-ci Şapuru hakimiyyətdə görürük. Alban Arşaki sülaləsindən isə Urnayr hakimiyyətdə görürük. Urnayr haqqında bilməli olduğunuz bir məqam var. O da 313-cü ildə Xristian dinini dövlət dini etməsidir. Deməli, nə etmişdir? Xristian dövlət dini olmuşdur. 2-ci Şapurun dönəmində, hansı ki Sasani hökmdarıdır, yenə deyirəm, Albaniya asılıdır Sasanidən. Ona görə Sasani hansı dövlətlə müharibə aparsa, Albaniya da avtomatik həmin dövlətlə müharibə aparır. 2-ci Şapurun dövründə 359-cu ildə Amid döyüşü baş verir. Amid döyüşü Roma ilə Sasani arasında baş verir. Təbii ki, Albaniyada həmin döyüşdə iştirak etdiyi üçün burada bir Amid yazıram. Bu döyüşdə Roma məğlub olur, Sasani dövləti isə qalib gəlir. Növbəti bir döyüş isə 371-ci ildə baş verir, Dizrav döyüşü. Dizrav döyüşü də yenə Sasani ilə Roma arasında baş verir. Bu döyüşdə isə Roma qalib gəlir, Sasani məğlub olur. Urnayrın qoşunları da Dizrav döyüşündə iştirak etmişdi və burada onu da qeyd edək, Dizrav. Və bu döyüşün nəticəsi olaraq Albaniya bəzi vilayətlərini itirir, hansı ki bu vilayətlər Uti, Sakaşen, Girdiman və Kolt vilayətləri sayılır, hansı ki Dizrav döyüşündə bu ərazilər itirildi. İndi biz 2-ci Şapur və Urnayr'a aid olmayan bir qeyd yazacaq. Bu hadisə 4-cü əsrdə, amma yenə deyirəm, nə 2-ci Şapura düşür, nə də Urnayra. Urnayr zaten Dizrav döyüşündən sonra hakimiyyətdən gedir. Bu da 387-ci ildə Sasani ilə Roma arasında bağlanan sülhdür, yəni müqavilədir. Bu müqavilənin Albaniyaya nə əlaqəsi var deyə soruşsaz, Albaniya həmin bu müqavilə nəticəsində Dizrav döyüşündə itirmiş olduğu Uti, Sakaşen, Girdiman, Kolt vilayətlərini geri alır. Və sülhün şərtlərindən biri də ondan ibarətdir ki, Roma Albaniyanın Sasani asıllığını qəbul edir. Yəni Sasani dövlətindən asılı olduğunu qəbul edir. 4-cü əsrdə danışacağımız əsas hadisələrdir. Bunlardan isə keçirik 5-ci əsr hadisələrinə. 5-ci əsrdə biz Sasanidə hakimiyyətə görəcəyik 2-ci Yezdegerd, Alban Arşakilərindən isə 2-ci Vaçeni. Əslində 2-ci Vaçe 2-ci Yezdegerdin qohumuydu. Hətta Yezdegerd onun dayısıydı, səhv etmirəmsə. Yəni Yezdegerdin dövründə Yezdegerd deyir ki, Vaçeyə sən get Zərdüşt dinini yay. Yəni həqiqətən də Sasani dövlətində əsas din Zərdüşt dini idi. Zərdüşt dininin mərkəzi Qazaka şəhəridir və hətta Sasani dövlətində hökmdardan sonra ikinci şəxs Zərdüşt məbədinin kahini idi. Yəni o qədər önəmli bir din idi. Hər nəsə, Yezdegerd öləndən sonra 2-ci Vaçe başlayır müstəqil siyasət yürütməyə və üsyan qaldırır. Çora dərəsini tutur və burada, yazaq da 357-ci ildə bir üsyan qaldırır. Çora dərəsini tutur və 2-ci Vaçeyə bu üsyanda yardım edirdi Massagetlər. Yezdegerd öləndən sonra bu hadisə baş verir. Yezdegerddən sonra hakimiyyətə gəlir Firuz. Firuzun da hakimiyyətə gəlməsində kömək olmuşdur Ahun hökmdarı. Bunun haqqında birazdan danışacağıq. Firuz 2-ci Vaçenin qaldırdığı üsyanı yatırır. Nə zaman? 300 yazıramı çox üzr sayın. 457-ci ildə üsyanı yatırır. 463-cü ildə deməli üsyanı yatırır. Üsyan yatırılır. Kim tərəfindən? Sasanilər tərəfindən. Və üsyan yatırılandan sonra 2-ci Vaçe hakimiyyətdən gedir. Bu arada 2-ci Vaçe haqqında onu da qeyd edeyim ki, paytaxtı dəyişdirmişdir Bərdə şəhərinə. Paytaxtı dəyişdirməsinin səbəbi isə ondan ibarətdir ki, şimaldan tez-tez Türk tayfalarının hücumları olurdu. Çünki axı biz bilirik 4-cü əsrdən etibarən Hunların böyük köç başlayır. Onların bir hissəsi Qafqaz dağlarından cənuba doğru irəliləyir. Hətta onların arasında ən çox bizim rast gəldiyimiz tayfalar Xəzər və Barsil tayfaları sayılırdı. Bu hücumlardan daha doğrusu qorunmaq üçün paytaxtı da Bərdə şəhərinə köçürür. Nəysə 463-cü ildə üsyan yatırılır və Albaniyada bir müddət Aşraki sülaləsinin hakimiyyəti dayandırılır və Albaniyanı idarə edir
mərzbanlar. Yəni Sasani dövləti tərəfindən göndərilmiş mərzbanlar. Bu da 1-ci mərzbanlıq dövrüdür. Albaniyada 1-ci mərzbanlıq dövrü 463-cü ildən 487-ci ilə qədər davam edəcək. Hansı ki, Sasanilərin göndərdiyi mərzbanlar tərəfindən idarə olunur. Bu tərəfə gəldikdə isə Sasani hökmdarı Firuzun dövründə, bayaq da qeyd etmişdim, onu Axun hökmdarı gətirir hakimiyyətə. 5-ci əsrdə bir Məzdəkilər hərəkatı baş verir. Məzdəkilər hərəkatı. Baxın, 3-cü əsrdə biz qeyd etmişdik ki, maniçilik yaranmışdı. 5-ci əsrdə isə Məzdəkilər hərəkatı, hər ikisi bərabərlik istəyirdi. Sadəcə maniçilikdən fərqli olaraq Məzdəkilər mübarizə aparırdılar. Ən böyük əsas fərqi bundan ibarətdir. Firuz Məzdəkilərlə mübarizə aparır. Fəqət Firuzun hakimiyyətdən getmə səbəbi Axun hökmdarı ilə apardığı mübarizədir. Bu mübarizənin nəticəsində də Firuz ölür. Firuzdan sonra isə biz hakimiyyətdə 1-ci Qubadı görəcəyik. 1-ci Qubad öncə Məzdəkiləri müdafiə edirdi. Və hətta onları müdafiə elədiyi üçün hakimiyyətə gəlirdi. Deməli, 1-ci arası Məzdəkilərlə yaxşıdır. Sadəcə, onun arasının Məzdəkilərlə yaxşı olması feodalların narazılığına səbəb olur və onu hakimiyyətdən qovurlar, devirirlər. Qubad da sığınır Axun hökmdarına. Axun hökmdarı da onu təzədən Sasanidə hakimiyyətə gətirir. Hakimiyyətə gələndən sonra artıq Məzdəkilərə ehtiyac duymadığı üçün, burada bir Axunu qeyd edək. Məzdəkilərə artıq ehtiyac qalmadığı üçün onlarla mübarizə aparır və bir çox Məzdəki hərəkatının rəhbərlərini də zindana atır və zaten çox keçmədən Məzdəkilər hərəkatı da yatırılacaqdır. Sasani dövlətində bu proseslər gedən zaman Albaniyada hakimiyyətə 3-cü Mömin Qaçaqan gəlir. Yəni, Alban Arşakilər sülaləsi yenidən bərpa olunur. 3-cü Mömin Qaçaqan hakimiyyətə gələcək 487-ci ildən 510-cu ilə qədər, yəni bu illərdə hakimiyyətdə qalacaq və hakimiyyətdə olduğu ildə baş verən əsas hadisə isə 488-ci ildə Akkoen Kilsə Məclisinin çağırılmasıdır. Burada da nə baş verir? Burada heç nə, xristianlığa aid olan qanunlar qəbul olunur. Bu da 3-cü Mömin Qaçaqan, yenə deyirəm, bu hissələr Alban arşakilərinə aid edilir. Bu da bizim 5-ci əsrdə danışacağımız əsas hadisələrdir. Keçirik 6-cı əsrdə. 6-cı əsrdən etibarən Albaniyada hakimiyyətə yenə Sasanilərin göndərdiyi mərzbanlar olacaq, yəni 2-ci mərzbanlıq dövrü. 2-ci mərzbanlıq dövrü isə 510-cu ildən 629-cu ilə qədər davam edəcək. 629-cu ildə isə Sasani dövləti zəifləyəcək və bu zəifləmədən istifadə edib yeni bir sülalə hakimiyyətə gələcək Albaniyada. Bu da hansı sülalədir? Bilirsinizsə yorumlarda mütləq şəkildə qeyd edəsiniz. 630-cu ildə. Və Sasani dövlətində nə baş verirdi 6-cı əsrdə? Qüdrətli hökmdarlardan biz 1-ci Xosrov Anuşiravanı görürük. 1-ci Xosrov islahatları ilə yadda qalmışdır. Birinci növbədə inzibati sahədə islahat keçirir. İnzibati islahatına görə Sasani dövləti kustlara ayrılır. Burada var idi 4 kust. Azərbaycan ərazisi isə, yəni həm Şimali Azərbaycan, həm də Cənubi Azərbaycan Şimal kustunun tərkibində idi. Şimal kustu, yəni bir dənə kustu Azərbaycanı əhatə edirdi. Daha sonra vergi sahəsində islahatı olmuşdur. Vergi yığımında özbaşınalığa son qoymuş və qocalar, qadınlar, uşaqlar, məmurlar, kahinlərdən can vergisindən azad olmuşdur. Vergi sahəsində əsas islahatlar bunlardır. Ondan sonra torpaq islahatı olmuşdur. Torpaq islahatda boş qalmış torpaqları hərbiçilərə paylamışdır. Birazdan bu torpağın da hansı torpaq olduğunu qeyd eləyəcəm. 1-ci Xosrovun islahatlarından sonra isə Sasani dövlətində feodal münasibətlər daha çox inkişaf etmişdir. Sasanidə olan torpaq mülkiyyəti formalarını və vergilərin növlərini də mütləq şəkildə bilməlisiniz. Deməli, hansı vergilər var idi? Xaraq və gezit. Xaraq torpaq vergisi idi. Əvvəllər bu məhsulla alınırdı. Daha sonra pul vergisinə keçirildi. Bir də 1-ci Xosrovun islahatlarından sonra vergi
məhsula görə deyil də torpaq sahəsinə görə alınmağa başladı. Torpaq mülkiyyəti formaları isə iki formada idi. Bunlar xostaq və dastakert. Xostaq deməli şərti torpaq mülkiyyəti forması idi və hərbiçilərə paylanırdı, yəni döyüşçülərə. Daha sonra isə dastakert. Dastakert isə irsi torpaq mülkiyyəti forması idi və feodalların şəxsi torpaqları sayılırdı. Bunlar da bizim vergi və torpaq mülkiyyəti formalarımız sayılır. İndi isə gəlin həmin dövrdə ümumiyyətcə Azərbaycanda feodalizm necə inkişaf etmişdir? Bayağı qeyd etdiyim kimi Sasanilərin tərkibinə qatıldıqdan sonra artıq yavaş-yavaş Azərbaycanda feodal münasibətlər inkişaf etməyə başladı. Fəqət burada cüzi bir fərq var. Cüzi deyəndə çox böyük fərqlər var. Bilirsiniz ki, Avropada da feodalizm yaranıb, Azərbaycanda da. Fəqət Azərbaycanda bu proses daha tez başladı və daha gec bitir. Yəni Azərbaycanda feodalizm 3-cü əsrdə başlayıb, 19-cu əsrin 70-ci illərinə qədər davam edib. Avropada isə feodalizm 5-ci əsrdə başlamış və 17-ci əsrə qədər davam etmişdir. Yəni Azərbaycanda daha uzun müddət davam edib feodalizm. Daha sonra Azərbaycanda feodalizm o qədər də güclü deyildi. Yəni belə izah edim. Feodalizm ümumiyyətcə nədir? Feodalizm odur ki, bizdə var feodal, mülk sahibi, torpaq sahibi, bir də ondan asılı olan kəndi var. Bu kəndi feodaldan həm şəxsən asılıdır, həm də ondan torpağa görə asılıdır. Yəni Avropada belə idi. O da necə idi? Quldarlıq quruluşu devrildikdən sonra həmin bu quldarlar oldu feodal, qullar isə çevrildi oldu kəndli, təhkimli kəndli. Amma Azərbaycan ərazisində mövcud olan dövlətlər işğalçı müharibələr etməmişdilər və buna görə də quldarlıq o qədər də geniş yayılmamışdı. Buna görə də Azərbaycanda olan feodalizm əsasən dövlət feodalizmi idi. Torpaqların böyük bir hissəsi dövlətə aid idi. Deməli, necə olmuşdur? Azərbaycanda əsasən torpaq dövlətə məxsus idi, yəni dövlət feodalizmi adlanır. Avropada isə feodala məxsus idi. Daha sonra Avropada kəndlilər təhkimli idi. Yenə deyirəm, təhkimli nədir? Təhkimli kəndlinin həm torpağa görə, həm də şəxsi olaraq feodaldan asılı olması idi. Amma Azərbaycanda bu asılılıq sadəcə torpağa görə idi. Yəni şəxsən asılı deyildi, torpağa görə asılı idi. Daha sonra Avropada feodalın şəxsi təsərrüfatı var idi. Amma Azərbaycanda feodalların şəxsi təsərrüfatı yox idi. Bunlar da Avropa və Azərbaycanda feodalizmin əsas fərqli xüsusiyyətləri sayılır. Ümid edirəm ki, hər bir şey haqqında məlumat vermişəm. Nəyi də qeyd etməmişəmsə, kitabdan açıb oxuya bilərsiniz. Burada qeyd etdiklərimi də belə çəkilin, götürə bilərsiniz. Mövzumuz bu qədər. Nə sualınız, başa düşmədiyiniz məqam varsa, irad və təkliflərinizi yorum bölməsinə qeyd edə bilərsiniz. Mənə dəstək olmaq üçün isə videonu bəyənib kanala abunə ola bilərsiniz. Təşəkkür edirəm, sağ olun.